Axşamınız xeyir. Gəlin sizə sürtünmə qüvvəsinə aid olan belə bir sualın izahına baxaq. Sualda deyilir ki, 4 kub şəkildə kimi qoyulmuşdur. Bütün kublar və kubla müstəvi arasında sürtünmə misalı mi olarsa, aşağıdakı kubu dartıb çıxartmaq üçün tətbiq olunan minimal qüvvə nəyə bərabərdir? Biz minimal qüvvəni tapmaq üçün əvvəlcə bu kütlələri sətləməyə gətirdiyi sürtünmə qüvvəsinə baxarıq. Görək ki, burada 4 dənə kütlə var. 4 kütlə varsa, deməli bu 4 kütlənin əmələ gətirdiyi F1 sürtünmə qüvvəsi 4μmJ-dir. Sonra bu cismi dartıb çıxarsaq, bununla bu üçü arasında da bir sürtünmə yaranır. Yəni aşağıdakı ilə digər yuxarıdakı üçü arasında yaranır. Bu da F2 sürtünmə. O da olur 3 dənə kütlə olduğu üçün 3μmJ. Minimal qüvvə isə bu ikisinin cəmidir. Yəni 4μmJ-nin 3μmJ-nin cəmi 7μmJ. Doğru cavabımız E variantı.